Yine bir işte kapak modunda gördüğünüz gibi demir farm eləyəcəyik. Bu farm təkcə Minecraft Bedrock Edition'da işə yarayır. Gəlin çox danışmadan farma keçək. Farmın əşyaları bunlardır. Sayları düzgün olmaya bilər, ancaq siz videodan baxaraq saylarını daha dəqiq necə deyim, bilə bilərsiniz. Bu farmı artıqda buraxa bilməyəcəm. Çünki bu düz dünya deyə burada işə yaramaya bilər. Amma siz normal dünyamızda eləsəz işə yarayacaq. İlk öncə 9'a 8'lik bir alan qazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu alan için tamam qazırıq. Bir dəqiqə bırak. Tamam, buranı düzəldərik, heç nə olmaz. Birinci buraları qazaq. Bir də buranı düzəldək tez. İndi bunun yanların bu blokla gedirik. Bu arada kanala abone olup videoya like atmayı unutmayın. Çünkü gerçekten adi qapaq fotosuna qədər çox əziyyət çəkirəm. Buraların hamısını taxta ilə doldururuq. Sonra bura bir qat çıxırıq belə. Sonra bura belə qoyuruq. Sonra bir qat daha çıxırıq. Bir qat daha çıxdıq. Sonra nə havanı düzəldim. Bunu daha əvvəldən eləsəydim daha yaxşı olardı. Estağfurullah, telefon girdim. Düzəldi. Sonra bir dəqiqə. Sonra buraları qırırıq. Qıraqlar qalsın. Bir də burada qalsın. Burası yansın, çünki orası sandıq yeri olacaq, ona görə. Buralara bundan qoyuruq. Bunun fərqi yoxdur, amma ən asan eləmək bu olur deyə bunu eləyəcəm. Belə eləyirik, sonra bir qat daha çıxırıq. Belə. Sonra bura sandıq qoyuruq. 4 dənə. Tuttura bilmirəm. Sandıqla işimiz bitdi. Sonra sandıqların üstünə mən niyə otura bilmirəm? 2 dənə honey. Sonra ən əsas yeri yaddan çıxdı bir dəqiqə. Buraya 20 dənə yataq qoyursunuz. Dəqiqə, bunu biraz elədim. 2, 3, belə. Qoyduğum kimi qoyun ki tam olsun.
Sonra bura 20 dənə çöyle qoyacaqsınız. Siz 2 dənə çöylü götürüb çiftləşdirə də eləyə bilərsiniz. Mən belə eləyəcəm, amma yaşıl çöylü ya da balaca çöylü olanda sayılmır. Çünki hər 10 çöylü bir çöl kimi oyun hesablayır. İndi mən 20 dənə çöylüyü qoyum. 1 Məsələn bu olmur. Öldürək. Belə olanda böyüməsini gözləyin. Neçə dənə idi bu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Bu da sayılmır. Bu da işsiz köylü sayılır. 18, 19 ve 20. Tam 20'den oldu. Sonra bunların bir daha üstün bağlayırıq. Buraları balaca blokla, yarım blokla qoyacağıq ki, sandıqlar açılsın. Yoxsa sandıqlar açılmaz tam blok olsa. Baxın bir də golem doğdu. Amma ən əsas şey də göstərəcəm indi videonun axırında görəcəksiniz. Buralarda belə buralarda belə qoyandan sonra buranın 3 blok çıxırıq. 1 2 3 1 2 3 belə 3 blok çıxırıq buraları. Sonra buraları 1 blok çıxırıq. Sonra bunların üstüne yarım blok qoyuruq. Çünki golemlər ya da moblar yarım blok üstüne doğa bilmir. Buraları doğmasın, içində doğsun deyə. Cavabsızlarıma gəldi. Sonra buralara suları qoyuruq. İndi gəldik əsas yerlərdən birinə. Bunları necə qoyulur? Bunları mən necə qoyum ki, bir şey olmasın. Belə. Hə. Deyəsən tutdum temanı. Belə qoyursunuz. Sonra buradan belə qoyursunuz. Keçir o tərəfə. Sonra buradan da belə qoyub lavı buradan axıdırsınız. Buradan bu tərəfə keçmir. Sonra isə tam çalışması üçün buraların yanların 1 2 3 4 5 6 7 8 bunun hər tərəfini belə eləyəcəksiniz. Mən bir tərəfini eləyirəm. Buranda. Sonra bunların için belə kvadrat olacaq şəkildə çapalayacaqsınız belə. Çapalamayacaqsınız da kürəklə belə eləyəcəksiniz, kürəklə. Sonra dəmir farmınız qüsursuz işə yarayacaq. Videomu izlədiyiniz üçün çox təşəkkür edirəm. Kanala abunə olub like atmayı unutmayın. Görüşənədək.